İndi isə söz Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun professoru, filologiya bilimləri doktoru, bugün təqdimatına yığışdığımız müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili kitabının müəllifi çox hörmətli Salidə xanım Şərqova. Buyurun. Tədbirə gəldiyinizə görə əvvəlcə hamınıza təşəkkür edirəm və kitab haqqında bir neçə söz fikir bildirmək istəyərdim. Tədbirin sonuna görə hamınız yorğun olmasa görə geniş çıxış hazırlamışım, ancaq onu çox hiss edəcəm. Bilirik ki, Azərbaycan ədəbiyyatında hərbi ədəbiyyatı bütün dövrlərdə inkişaf etmişdi. Xüsusilə 1918-20-ci illərdə formalaşmaya başlamışdı və bu dövrdə elə fikrimizə yayıncılıq Qardaş Köməyi jurnalı, Qardaş Köməyi təşkilatının yaratdığı bir nömrədən ibarət olan Qardaş Köməyi jurnalıdır ki, və bu jurnalda da o dövrdə Hüseyn Cavidin, Abdullah Şahinin, Fridun bəy Keçərlinin, tanınmış bir çox ziyalıların, qələm sahiblərinin əsərləri qələm alındı və orada Birinci Dünya Müharibəsinin fəsadları, xalqın həyatına törətdiyi mənfi xüsusiyyətləri hamısı bədii dillər əksini tapmışdı. Daha sonra İkinci Dünya Müharibəsini, yəni 1941-45-ci illər nəzərdə tutan dövrün müharibəsini əhatə edən bədii ədəbiyyatı sorğulamışdı. Təbii ki, bu dövrdə yalnız bədii ədəbiyyatda şedevrlər yarandı desək istək edilmək. Hamımızın yaddaşına hopmuş Əhməd Məmmədxanlının bu heykəl hekayəsi, Süleyman Rüstəmin Ana və Paşlarının şeiri. Yəni, bu mövzuda Böyük Vətən Müharibəsi dövründə yazılmış əsərlərinin silsiləsini artırmaq olar və böyük fəxrlə deyirəm ki, bunlar bizim ədəbiyyatımızın şedevrlər. Bunu deyib, sosializm ədəbiyyatının bu dəqiqə kasad kam baxırlar və düşünürlər ki, sosializm cərəyanında, yəni Sovet dövründə yaranmış ədəbiyyatlarımızın üstündən xət çəkməli, amma unutmamalıyıq ki, o da bizim bir tariximizdir. Və bu tarixli səhifədə müharibə dövrünə əhatə edilir həmin əsərlərdəki öz mahiyyəti ilə fərqlənirlər. Daha sonra 3-cü dövr isə gəlir artıq müstəqillik dövrü Azərbaycan ədəbiyyatında hərbi ədəbiyyatının formalaşması və bu da ki, 7-ci əsrin, yəni 90-cı illərdən başlayır, hal-hazırki dövrümüzə gələkli dövrə əhatə edir və bu dövrdə də Birinci Qarabağ müharibəsi, İkinci Qarabağ müharibəsi, yəni Vətən müharibəsi və bayaq Əsəd müəllimə çıxışın əvvəlində qeyd edildi ki, bu müharibələr arasında, bu iki Qarabağ müharibəsi arasında özünü göstərən 4 günlük aprel döyüşləri və bu dövrlərdə yaranan əsərlər, yəni 3 Qarabağ müharibəsi dövrünə əhatə edən Qarabağ ədəbiyyatı da öz zənginliyi ilə seçilməkdədir və mən də ki, sizin bugün təqdim olunan bu əsər də həmin o dövrü əhatə edən bir əsərdir. Sovet dövrü ədəbiyyatını tədqiq edərkən, müharibə mövzusunu tədqiq edərkən, akademik Bəkir Nəbiyevin Böyük Vətən Müharibəsi və Sovet dövrü Azərbaycan ədəbiyyatı adlı doktor dissertasiyası öz mükəmməlliyi ilə seçilir və mən də öz bugün sizə təqdim etdiyim kitabımın metodoloji əsasını həmin Bəkir Nəbiyevin metodoloji tədqiqatına əsaslanaraq özünü seçmişəm. Bir amil də xüsusi qeyd etmək istəyərdim ki, akademik İsa Nəbiyevin İsa Hədbəyli olmasaydı, bu kitab, yəni İsa Hədbəylinin qayğısı, diqqəti olmasaydı, bu kitab əksəyə gəlməzdi. Onu əminliklə deyirəm. Yəni, kitabın əksəyə gəlməsində də akademik İsa Hədbəylinin xüsusi qayğısı var. Bütün bu amillərdən, yəni Qarabağ mövzusunda yazılmış əsərlərdən geniş danışmaq olar. Ona toxunmaq yenə də geniş toxunmaq istəmirəm. Bir amil toxunmaq istəyərdim ki, sizdə bir sual yaranacaq. 2022-ci ildə nəşr olunmuş kitab niyə bugün təqdim olunur? Onun da bir səbəbi var və kitabın təqdimatının gecikməsi səbəbi də sizə açıqlamaq istəyərdim. Ona görə ki, Respublikamızda müharibə davam edirdi və mən bilmirdim ki, yeni hansı əsərlər yaranacaq və əsərimlə, yəni qələm aldığım əsərimin təqdimatını keçirməyə artıq hazıram. Əlbəttə ki, ona görə də kitabın təqdimatı gecikirdi. Lakin Azərbaycanda, Respublikamızda hərbi olaylara son qoyuldu və bu hərbi olaylara son qoyulmanın son nöqtəsi də
Möhtərəm Prezidentimiz İlham Əliyevin bağladığı sülh müqaviləsi oldu. Və ondan sonra əmin oldum ki, bu kitabın təqdimat mərasimi, yəni təqdim etmək, ictimaiyyətə təqdim etməyin vaxtı çatır. Ancaq müharibə mövzusundan söhbət açırıq. Yalnız yenə deyirəm ki, artıq tarixi yaddaşa, qan yaddaşına kəm baxmaq olmaz. Ancaq elə bir dövrə gəldi ki, artıq hərbi ədəbiyyatdan, zəfərdən yazmaq yox, artıq türkçülükdən yazmaq. Yəni, o dövrü yetişib, bayaq bir dənə şair çıxış edənlərimizin biri də ona toxunur. Bəli, indi türkçülük dövrü yaranır. Yəni, ümumi türk ədəbiyyatının təbliğatına geniş yer verilməlidir. Artıq müharibə ədəbiyyatına, o zəfərimizin təbliğinə o qədər yer verilməməlidir. Yəni, verilməlidir, o xalqımızın qan yaddaşıdır. Belə deyərəm, başqa cür başa düşərsiniz. Ancaq bu dəqiqə qarşımızdakı xalqımızın qarşısında duran amal ümumi-türk təfəkkürünü, ümumi-türk ədəbiyyatının təbliğinə geniş yer verməlidir. Yəni, ümumi-türk ədəbiyyatı deyəndə bu yalnız Azərbaycan oxucusuna yönəlmiş ədəbiyyat olmamalıdır. Türkiyə oxucusuna yönəlmiş ədəbiyyat olmamalıdır. Bu ümumi-türk ədəbiyyatı, ümumi-türk ədəbiyyatı sözündə hamıya yönəlmiş ədəbiyyat olmalıdır və bunun təbliğinə geniş yer verməlidir. Xalqımızın, yazıçılarımızın, ədəbiyyatın, şünaslarımızın qarşısında duran əsas vəzifə bu olmalıdır. Düzdür, son dövrlərdə belə əsərlər yaranır. Məsələn, Sabir Şahdağlının Yosun Qoxulu əsəri məhz bu aspektdə təqdim edir. Yəni, onun əsəri Azərbaycanın müəllifinin, yalnız Azərbaycanın oxucularına yox, ümumi-türk dünyasına ünvanlanmış bir əsərdir. Bu baxımdan ümumi-türk ədəbiyyatının təbliğinə geniş yer verilməlidir. Düzdür, mən kitabı ərsəyə gətirib qoymuşam. Demirəm ki, Qarabağ mövzusu unudulmalıdır, əlbət unudulmamalı, yazılmalıdır. Ancaq xalqımızın qarşısında artıq başqa məqsəd dayanmalıdır. Hamısı təşəkkür edirəm və imkandan da istifadə edir. İndi canlı xalqımız üçün fəda edən şəhidlərimizin əşyalarından ibarət sərgi olacaq. Sizi ora baxmağa dəvət edərdim. Sizin bugün bura toplaşmağınız, düzdür, bəzi dinləyicilərimiz, yəni yazıçılarımız, qonaqlarımız tezgə etdilər, onları da başa düşürəm. Ancaq sizin buraya gəlib toplantılmağınız mənim yazıma, mənim yaradıcılığıma verdiyiniz qiymət deyil. Həm də şəhidlərimizin yoluna ehtiramınızdır, qazilərimizin fəaliyyəti qarşısında olan münasibətinizdir, yəni o baxımdan elə qəbul edirəm. Çox sağ olun, gəlmişsiniz, gözəl baxımdan.